Salam tənəklər, bu videoda fizikadan ikinci şans blok imtahanında qarşılaşa biləcəyiniz 3 vacib sual tümünə baxacaq. Suala bir adım bir şəkildə izah edəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videolar davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolar aşağı yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ki, birinci sualımıza tabi ideal reaksiyonda sadəcə maddəsinin enerjisi zamanı qrafiq vermişdir. Təbəllüd 8'də 1 tez zamanında kondensatın ektisasiya enerjisini hesablayın. Deməli, kondensatın ektisasiya enerjisini hesablamaq üçün nə edirik? İlk öncə mən bu qaydanı buraya yazdım. Təbəllüd 8'də 1 zamanında W maqnit W elektrik, yəni maqnit enerjisi ektisasiya enerjisi bərabər. İndi mən burada ektisasiya enerjisini tapmaq üçün W tam, yəni tam enerji düzsünə yazdım. Tam enerji bərabər deməli W elektrik plus W maqnit. Bunu buradan yazdıq. İndi mən burada nə edirəm? Mən burada baxın. Bu W maqnitin yenə bu W elektrik ifadəsini mən buraya yazıram. Olur nə? Deməli W tam bərabərdir. W elektrik olduğu kimi qalır. Bu W maqnitin yenə həm bax bu ifadəni yazıram. Olur nə? W elektrik. İndi burada nə hesablayıram? W tam bərabər nə? W elektriklə W elektrik toplayaq, bu bizə nə verir? 2W elektrik. Və mən burada W elektrik tapsam, W elektrik nəyə bərabərdir? W tam bölünsün 2. Yəni buraya yazıram nə? W tam bölünsün 2. İndi baxıram, indi burada nə qrafikə? Grafikdə mən görürəm ki, deməli qrafik bizə W maqnitin T'dən sıx qrafikini bizə verib. Yəni bu qısaca bu T oxudu, bu da nədir? W maqnit oxudu, bunu da buradan bildim. Və burada bir dənə qrafik xətti verilib, bunu da buradan bildik. Və bu qrafik xəttinin başarı nöqtəsi 0, son nöqtəsi yəni maksimal nöqtəsi nədir? 8. Onda bu maksimal nöqtəyə uyğun qiymətlər nədir? 8-dir. Və bu 8 W maqnitin oxunda və bu 8 W maqnit oxunda yerləşdiyi üçün onda bərənkimci olur. Deməli W maqnit bərabər nəyə? 8. Bunu buradan yazaq. Və 8 maksimal nöqtə olduğu üçün bu W maqnitin maksimal nöqtəsinə uyğun gəlir. Ona görə W maqnit yenə maksimal yazılır. Yəni W maqnit maksimal. Və bir qaydada olaraq biz bilirik ki, W tam nəyə bərabərdir? W maqnitin maksimal qiymətinə bərabərdir. O da bir yana nəyə bərabərdir? Biz buradan tapdıq 8'ə bərabər. Onda buraya nə yazıram? 8 yazıram. İndi mən buradan tapsam, deməli W elektrik bərabər W tam bölü 2, o da bərabərdir. Deməli W tam burada dedik ki, W maqnit maksimala bərabərdir. Onda belə kimi yazılır. W maqnit maksimal bölünsün 2. W maqnit maksimal bir yana nəyə bərabər? 8'ə bərabərdir. Onda belə kimi yazıram. 8 bölünsün 2. O da bərabər nəyə? 4'ə. Deməli cavabımız nə olacaq? W elektrik bərabər, yəni kondensatın enerjisi bərabərdir 4'ə. Ona burada cavabımız nə olacaq? 4 olmuş olacaq. Yəni D variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualımız sadəcə induktiv 0.6 Henry olan reaks kontrolunda cərəyanşə zamanı qrafik vermişdir. Qrafikin K nöqtəsi uyğun zamanında kondensatın ektisasiya enerjisi nəyə bərabərdir? İlk öncə gəlin tam enerjini yazın. Deməli W tam bərabər nəyə? W elektrik, yəni ektisasiya enerjisi plus W maqnit, yəni maqnetisasiya enerjisi. İndi mən buradan W elektrik, yəni ektisasiya enerjisini tapsam, W tamdan çıxan nəyə? W maqniti. Bunu buradan bildim. İndi mən bir yandan bilirəm ki, W tam özü nəyə bərabərdir? Maqnetisasiya enerjisi maksimal qiyməti, maqnetisasiya enerjisi maksimal qiyməti. O da bərabər nəyə? L kvadratı bölünsün. Deməli, L kvadratı bölünsün 2. Amma belə bir şey var ki, maksimal olduğu üçün mən burada yazıram nə maksimal. Bunu buradan bildim. İndi mən bundan bir yerine qoyub tapıram. Bir də burada W maqnit nəyə bərabərdir? W maqnit də L kvadrat bölünsün 2'ə bərabərdir. Bunu da buradan tapdım. L kvadrat bölünsün 2'ə bərabərdir. İndi bir-birini yazıram. İlk öncə deməli W elektrik bərabər, W tam, yəni belə yazıram deməli. L kvadrat maksimal bölünsün 2 çıxılsın nə? L kvadrat bölünsün 2. İndi mən buradan L bölü 2'yə çıxarsam mətruzə xaricində nə olur? Deməli W elektrik bərabərdir. Deməli L bölünsün 2 vurulsun. Deməli I kvadrat maksimal çıxılsın nə? İ'nin kvadratı. Deməli o da bərabərdir. İndi mən buradan i'ni və I maksimalın i'ni mən burada tapmalıyam. Bunu tapmaq üçün mən nə edirəm? İlk öncə burada baxıram qrafiyə. Qrafik görürəm ki, i'ni T'dən sıx qrafikdir. Bunu buradan bildik. Qrafik 2 nöqtəsindən başlayır və hərəkətini davam edir. Görürəm ki, bu maksimal nöqtədən başlayır və maksimal nöqtəyə uyğun qiymət nədir? 2. Və bu qiymət I oxunun üzərində olduğu üçün deməli bu i'nin keyfiyyətinə uyğun qiyməti yazsam I bərabər 2 və maksimal nöqtə I oxunun üzərində olduğu üçün yazsam nə? I maksimal. I maksimal buraya yazsam. Onda I maksimal nəyə bərabərdir? 2'ə. Və buradan da bir yandan da bilirəm ki, bu bir nədir? Ani qiymət. Onda I də bərabər nəyə? 1'ə. Bunu da buradan bildim. İndi bundan bir yerinə qoyub hesablayıram. Olur bələn kimi. Deməli, induktivliyi bizə nə qədərdir? İlk öncə ona baxaq. Deməli, induktivliyə buradan baxaq 0.6'da. Onda yenə yazıram 0.6. Deməli, onda bələn kimi olur. W elektrik bərabərdir. Deməli, 0.6 bölünsün 2. Vurulsun. Deməli, I maksimal nə qədərdir? 2'dir. 2'nin kvadratı çıxılsın nə? I nə qədərdir? 1. 1'in kvadratı. O da bərabər. Deməli, 0.6 bölü 2 nə qədər edir? 0.3 vurulsun. 2'nin kvadratı nə qədər edir? 4. Çıxılsın. 1'in kvadratı nə qədər edir? 1. O da bərabərdir. Deməli, 0.3 vurulsun. 0.3 vurulsun. 4'dən çıxdım 1. Elədi 3. Onda 0.3'ü 3'ə vuranda nə qədər edəcək? 0.9 eləmiş olacaq. Onda belə ki, W elektrik, yəni ektisasiya enerjisi nəyə bərabərdir? 0.9'a bərabərdir. Onda yazın bəlkə W elektrik bərabər nəyə? 0.9'a.
Deməli, buradan da alınır nə? Obyektiv bəbir 0.9. Buna uygulanan qiymət burada hardadır? Baxırıq. B variantında var. Deməli, cavabımız olacaq nə? B variantı. İndiki növbəti sualımıza. Son sualımızda 3-cü sualda və reaksiyonda eyni sadəcə birinci kondensatör qoşulda yanan sərbəst elektron reaksiyon periodu T1, ikinci kondensatör qoşulda isə T2 ilə sadəcə həmin kondensatör paralel birləşdirə qoşulda yanan reaksiyon periodu nəyə bərabər olur? Bu otomatik ilk öncə mən ümid period düzsün yazıram. T bərabər nəyə? 2 pi kök altına LC. Bunu buradan bildik. Mən bu LC ifadəsini LC2 üstündə yata saxlaya bilərəm. İndi burada baxıram nəyə? İlk öncə mən buradan T1 tapıram. T1 bərabərdir 2 pi kök altında L var. Mən bilirəm ki, T1 uyğun kondensat tutum nədir? S1. Onu da yeni yazdım. Nə S1? İndi buradan T2 tapıram. T2 də bərabər nəyə? 2 pi kök altında deməli L var. Mən də bilirəm ki, deməli T2 uygulanan kondensatın tutumu nəyə bərabərdir? S2. Bunu da buradan bildim. İndi mən həm bunu, həm də bunu kvadratı yüksəldirəm. Olur nə? Deməli T1 kvadrat bərabərdir. Deməli 2 pi yüksəltinin kvadratı olur nə? 4 pi kvadratı, 4 pi kvadratı vurulsun. Mən də bilirəm ki, bu kök altı S1 kvadratı yüksəltən nə olur? S1. Bunu buradan yazdım. İndi T2 kvadratı bərabərdir. 2 pi kvadratı yüksəltilir olur nə? Deməli 4 pi kvadratı və burada kök altı S2 də kvadratı yüksəltilir olur nə? S2. Bunu buradan bildik. İndi mən buradan S1 və S2-ni tapıram. İndi S1 bərabərdir. S1 tapan nə olur? T1 kvadratını bölənməyə 4 pi kvadratını olur nə? Deməli T1 kvadratı bölsün nə? 4 pi kvadratı. Bunu buradan tapdım. Sonra S2 buradan tapan nə olur? S2 də bərabərdir. Burada isə T2 kvadratını bölənməyə 4 pi kvadratı elə olur nə? Ha, bu arada biz burada L yatdan çıxarırıq. Burada da L var. Deməli T2-nə tapan olur? T2 bölünsün nə? 4 pi kvadratı L. Bunu buradan tapdım. İndi mən bilirəm ki, əgər iki kondensatör bir-birlə paralel birləşmirsə, paralel birləşmədə ümumi tutum nəyə bərabərdir? Kondensatların tutumları cəmləyi. Yəni S1 + S2-yə bərabərdir. Bunu buradan bildim. İndi mən S1-in yerinə yazılan bu ifadəni, yəni S1 bərabər T1 kvadrat bölə 4 pi kvadratı L, S2-nə yeni yazılan bu ifadəni T2 kvadrat bölə, deməli T2 kvadratı bölə nə? 4 pi kvadratı L. İndi buradan bir-birində hesablayaq. Deməli buraya yazıram nə? Deməli T1 kvadratı bölə 4 pi kvadratı L buraya yazıram. Deməli plus buraya da nə yazıram? T2 kvadratı bölə, deməli 4 pi kvadratı L də mən buraya yazıram. Bunu buradan bildim. İndi mən sonra bizə deyir ki, burada sadəcə həmin kondensatla paralel birləşib qoşulda yanan reaksiyon periodu. Yəni bizə burada ümumi periodu soruşur. Ümumi period nəyə bərabərdir? Deməli T ümumi bərabərdir. Deməli 2 pi, deməli kök altında L var. Biz bilirik ki, ümumi periodu uygulanan kondensatın tutumu nədir? S ümumi, yəni ümumi tutum. Bunu buradan bildik. O da bərabərdir. Deməli o da bərabərdir 2 pi, deməli vurulsun, deməli kök altında L var. Biz də buradan tapdıq ki, S ümumi nədir? S ümumi bərabər S1 + S2, o da bərabərdir T1 kvadratı bölə 4 pi kvadratı L plus T2 kvadratı bölə 4 pi kvadratı L. Onda mən həm bu ifadəni burada yeni yazam. Olur nə? Deməli belə yazmış olam. Ha, bu arada bunları da orta məxrəcə əgər mən bunu gətirsəm, deməli 4 pi kvadratı L-də, 4 pi kvadratı L-də, T1 kvadrat plus T2 kvadrat. T1 kvadrat plus nə? T2 kvadrat. Mən bunu buraya yazdım. Onda bu ifadəni gəlib burada, baxın bu ifadəni gəlib burada yeni yazıram. Olur nə? Deməli L var. Deməli T1 kvadratı plus T2 kvadratı bölünsün nə? 4 pi kvadratı L. Bunu buradan tapdım. İndi bunu biraz daha açan bərabərdir. Deməli 2 pi olduğu kimi qalır, 2 pi olduğu kimi qalır. Vurulsun. Burada baxın L qısa gedir. Qalır nə? 4 pi kvadratdan da kök çıxanı, deməli 4-dən çıxır. Deməli kök 2. Yəni burada çıxacaq. Deməli 2. Pi kvadratdan çıxır nə? Kök pi. Deməli buna x məxrəc olduğu üçün bu yuxarıda qalır nə? 1. Bunu da buradan bildik. Deməli kökdən nə qalır? T1 kvadrat plus T2 kvadrat. Onu da bunu da buraya yazdım. T1 kvadrat plus nə? T2 kvadratı. Bunu buraya yazdım. İndi mən buradan bilirəm ki, 2 pi ilə bu 2 pi xısara getdi. Qalır burada nə? Sadəcə kök altında T1 kvadrat plus T2 kvadrat. Onda cavabımız nə olacaq? Kök altında T1 kvadratı plus nə? T2 kvadratı. Onda belə çıxır ki, ümumi tutum nəyə bərabərdir? Yəni T ümumi buradan nəyə bərabərdir? T ümumi bərabərdir. Deməli kök altında T1 kvadratı plus nə? T2 kvadratı. Bunu da buradan bildik. Və cavabımız nə olacaq? T ümumi bərabərdir. Kök altı T1 kvadrat plus T2 kvadratı. Buna da uygulanan variant burada aslında. Buradan baxırıq. Deməli burada cavabımız olacaq C variantı. Belki de bu videoda fizikadan ikinci şans blok imtihanında qarşına çıxa biləcək 3 variant sualatına baxdıq. Suala bir atım bir şəkildə izah edeyim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videolara davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şey yazmayı unutmayın. Hər bizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, sağlıqla qalın.